Hamınıza salamlar, mən Yusuf. Deməli, İtaliyanın Napoli şəhərindəyəm və belə bir video çəkməyə qərarına gəldim ki, İtaliyada bir gün keçirəcəm və bu keçirdiyim bir gündə sadəcə nə qədər deyim, 10 avro özümə limit qoymuşam xərcləməyə. Deməli, gəzirəm. Gördüyünüz kimi şəhərdə elə bir vəziyyətdədir. Bana deyildi ki, belə İtaliya gözəl dünyanın. Başa düşmürəm, yəni dünyanın ən çox turist alan yerlərindən biri İtaliyadır. Amma düzün deyim, mənim çox da belə xoşuma gəlmədi. Çünki təmizlik cəhətindən, həm də insanlar cəhətindən belə çox yaxşı görsənmir. Yəni yaxşı bəlkə də görsənmir, bilmirəm kimə görə, nəyə görə. Yəni şəhərin gördüyünüz kimi mərkəz küçəsindəyəm. Yəni mərkəz küçəsində yox, mərkəzi qatar stansiyasındayam. Burada qatar stansiyası. Yəni belə bir vəziyyət. Hər yer zirzibildir. Biraz gedim şəhər mərkəzində göstərim. Ondan sonra Flixbus'a minəcəm. Flixbus da burada Avropada ucuz qatarlardır. Ucuz şeylər, avtobuslardır ki, hansı ki şəhərlərin arasında fırlanır. Gəlin gedək indi şəhər mərkəzinə, orada baxaq, görək nə edirəm. İndi yemək yemişəm, toxam. Lakin qatara avtobusa minəndə təzədən bir yemək alacağam. Ondan sonra da yola düşəcəm. İstəyirsinizsə birinci, yəni fikirləşmədim, amma birinci göstərim belədir. Yəni çox da belə dəhşətli gözəl görsənmir. Deməli, nə edirəm? Gecə otel tutacaqdım, amma bu qərarımdan, yəni bu qərarımı eləmək istəmirəm, çünki gecə onsuz da mən aeroportda, yəni sabah uçuşumdur, girəcəm aeroportda, elə sabaha kimi aeroportda qalacam da. Yəni bir də mənə lazım deyil ki, otel tutum. Yəni, deməli bu qatar stansiyasıdır, millət var. Buradan qatarlar çıxır, göstərmək istəyirəm. Sürətli qatarlardır. Təxmini bunlar 500 Milana dəqiq bilmirəm. Ekrana yazaram. Yəni 100 saat 500 kilometrdən çoxdur. Təxmin bəlkə də 1000 kilometr olar, 3 saata gedir. Burada belə qatarlardır. Gözlüyür. Mənim arada belə donmağım gəlir. Biraz videonu çəkəndən sonra açılışacağam. İndi gedək görək şəhər mərkəzinə, sonra mağazinə girəcəm. Özümə bəzi yeməklər alacağım yeməyə. Görək nə yeyə bilirəm. Mən də normalda yaxın bu qədər atmıram. Prosto həddindən artıq istidir. Bəlkə də bir 40 dərəcə isti var burada. Gedək. Sən də ürəyim dağıtdı. Şəhərə keçid eləmək üçün daha bir vağzala düşürük. Galeriya adı Garibaldi. Mən də bu vəziyyətdə belə gedirik şəhərə tərəf. Belə bura biraz normal görsən. Prosto yerləri görürsünüz də, hər yer zirzibil içindədir. Yəni hər yerdə deyirlər, Avropadır, çox təmizdir, amma əslində elə deyil də. Mənim gördüyüm qədərilə, çünki yəni zirzibildir hər tərəf. Belə mən baxıram. İndi mən nə edəcəm? Burada paltar mağazinləri var. Ayda, bu xərcləmir həqqı. Prosto belə gəzə gedirəm. Yenə də göstərim buranı. Bir mağazin var. Belə bir mağazin var, Sweet Ben adı ilə. Yəni bahalı mağazindir, amma maraqlı şeylər satılır burada. Gəlin, göstərək. Deməli, bunlar var yoxsa yox. 3.99 adı. Belə şirniyyatlar var. Gördüyünüz kimi. Bu yəqin ki çaydır. Bu çaya oxşuyur. Çaydır bu. Burada belə avrolu şeylər var. Pletkalar. Sonra. Baxaq görək. Choco Sticks, Milka. Bunlar Azərbaycanda var. Hər şey hər yerdə var da. Bunları Azərbaycanda görməmişəm. Belə çox var. 2.99. Monster mən bilən Azərbaycanda satılmır 2 avroya. Normalda belə baha deyil. Bu mağazində amma baha satılır. Oy. Mən Almaniyada oxuyuram. Bunları Almaniyada, yəni bu eyni modellərin avro yazılır belə ucuz mağazində.
Yəni bura belə bir mağazadır. Bunu da gördüyünüz kimi bahadır, həqiqətən bahadır. Adreksi hər şey var maşallah. Yəni Amsterdamdakı kimi belə gördüyünüz kimi cipslər var kannabislə və bunlar. Mən bilən legaldır. Prosto mən bir dənə bu şəhərdə gördüm İtaliyada elə bir şeylərin satılmağın, başqa şəhərlərdə çox görməmişəm. Yəni hətta görməmişəm, heç görməmişəm. Bir dənə bu şəhərdə gördüm. Naplesdə belə bir güclüdür. Heç ona fikir verməmişdim indiyə kimi. İndi fikir verdim. Mən təxmini bir 3-4 gündür ki Naplesdəyəm. İndi əslində gözləyəcəydim McDonald's-da avtobusumun getməyin. Burada da belə itlər dayda vurdu itə bir dənə. Dalaşırlar. Mən gözləyəcəydim getməyin. Nə qədərsə gözləyəcəydim də. 3-4 saat oturub McDonald's-da. Yəni sərindir, çünki hava həqiqi çox istidir, dəhşət. Yəni bu havada gəzmək çox mümkün deyil. Həm də Naplesdə başqa niyə gözləyim? Başqa heç nə eləməyəcəm. Amma video çəkdim, dedim Reskidən gəl durum video çəkim, belə maraqlı olar. Həm mənim üçün də ürəyim çox sıxılmaz. Yəni danışmağı biraz xoşlayıram. Öz-özümə danışırmış kimi hiss edirəm, amma yenə də çox belə dəli kimi hiss eləmirəm özümü. Amma belə mənə maraqlı gəlir ki, insanlara göstərim, danışım. Maraqlı yerlər var bu şəhərdə, amma ayaq məsafəsi ilə biraz uzaqdır. Bir də avtobusla da əlləşmək istəmirəm ora getməyə. Ona görə oralara çox getmək istəmirəm. Elə şəhər mərkəzini göstərib buradan çıxacağam. Romada görək nə edirik. İndi bir dənə özümə bir içməyə nəsə alacağam. Bir də başqa nə alacağam? Bir də kruasandan zaddan alacağım ki, yolda yeyim axşama kimi mənə çıxsın da. Elə Romadan aeroporta girənə kimi videodayam. Sonra da yəni getdim. Mən yoxam. Sonra onsuz da Almaniyada oxuyuram. Çoxlu belə videolar yəqin ki çəkəcəm. Amma görsəm ki, potensial bir izləyici kütləm var. Yoxsa mənim üçün çox da belə mənası yoxdur. Bir şeyləri göstərməyin. Ya istəyirəm insanlar görsün reallığı. Həm də nə hekayə danışacağım. Deməli dünən orduydum. Dostum indi getdi. Düz orduyduq. Bir dənə nazir keçir. Bütün yolu tıxıyıblar, bağlayıblar. Nə piyada keçə bilir oradan, nə bir şey. Yəni insanlar deyir ki, fikirləşir ki, bu vəziyyətlər ancaq Azərbaycanda, bizim ölkədə olur. Lakin yox. Azərbaycandan daha pisdir. Bizdə yəni heç vaxt nazir keçəndə bağlamırlar da elə bir yolu. Deməli burada nə var maraq? Mərkəzi var. Napoli. Çox turist gələn bir şəhərdir. Bu avtobuslar gəlir belə. Amma mənim keçən dəfə gördüyüm qədər çirkli deyil şəhərimdir. Keçən dəfə bütün bu küçələrin hər yerləri çirk idi də, başdan ayağa girmək olmurdu. Burada Jumanji var. Bir heyvanlar satılan dükandır. Meymun zat satırlar da. Yəni insanları alıb kimi istifadə eləmək üçün. Yəni baxın, fikirləşirəm maraqlı bir şey bu şəhərdə. Göstərim də videoda deyirəm. Maraqlı, vallahi ağlıma heç nə gəlmir. Dənizi var, dənizə gedən deyiləm. Yəni dənizə mən çətin gedim. Çünki həm bir saat, yarıma 2 saatda mənim avtobusum çıxır. Yəni onu gedib çatdıra bilməyə bilərəm. Çünki biraz vaxt çəkir, amma oraları biraz göstərmək zat. Yəni getsəm tramvay avtobusa minib qayıdıram da, çox bir mənası yoxdur mənim üçün. Köhnə evlər var, yanında qala var. Yəni insanlar fikirləşdiyi qədər də mənə maraqlı gəlmir İtaliya. Çünki burada 4-cü dəfə oluram məncə. Dəqiq bilmirəm, bəlkə də 5-dir. Belə bir kilisə var. Başqa belə bir 1001 xırdavat var, gəncəyə burada. Baxaq görək nə var. Daydaylar çəkə girmirəm. Daydaylar əsəbləşər buradan. Yeah. Sorry. I'm just looking. I'm just looking like. Yeah. Okay, sorry. Mənə qovdular buradan, nəsə xoşlarına gəlmədim deyəsən daydaylar özüm. Nə gündə idi. Yəni belədir. Çox qəribə bir yerdə. Bir dənə də belə bir şey var ki, avtobusla minirəm, həmişə heç vaxt bilet almıram da burada minəndə. Yəni mən inanmıram ki, problem də çıxsın. Çünki
İndiyə kimi heç vaxt görməmişəm yoxlama. Amma Almaniyada da yox. Avtobusa minəndə biletsiz minə bilərsən, amma Almaniyada mənim ayrıq abunəliyim var idi. Elə istədiyim hamısına hələ də var, minə bilirəm də pulsuz. Almaniyada da video çəkməyə çalışmışdım, amma Almaniya, mənim yaşadığım şəhər o qədər də maraqlı olmadığı üçün video çəkməyə dəyməzdi. İndi bir dənə mağazin tapaq. Gedək mağazindən maraqlı. Görək də 1 avroya, 2 avroya nə ala bilirəm. Çünki sabah 15:40-da mən gedirəm. Ona kimi mən keçinməliyəm, otelim də yoxdur. Aeroportda yatacam. Nəsə bir biabırçılıq yaranacaq, burada hiss eləyirəm. Adaptörüm də yoxdur. Nə girim buradan adaptör. Sorry. Do you have a change for this one? Like I plug and no? You don't have it. Yəni yoxdur. Zaryadkam 35%-dir. Mənim adaptörüm belədir, ucu. Buna heç yerə sala bilmirəm. Bilmirəm, bəlkə bir yer tapıb salaram. 35% zaryadka maksimum bu mənə aparacaq 1-2 saat. Bütün kartlarım, hər şeyim telefondadır. Yəni mən neynəsəm? Mənim nəyimsə tərs getsə, mən eşəyimi öldü burada. Çünki İtaliyadakı pulsuz qalmayasan da. Hər ehtimala qarşı bir miqdar pulum var. Lakin o da adaptörüm olmayandan sonra o da yoxdur. Of. Çətin vəziyyət yaranmışıq. Zaryadkam 3% olmalıdır. Çünki Flixbus-a minəndə də ki, mən bileti göstərməliyəm telefondan. Mənim zaryadkaya görə biraz problem yaranacaq. Tərədim ya. Şəhər həddindən artıq istidir. O tərəfdə bir dənə ucuz mağazin görmüşdüm. Şəhər mərkəzi. Yəni bunu da görün. Sonra deməyin ki, göstərin. Yəni küçələr zibildir. Göstərim. Gördüyünüz kimi hər yer. Yəni bu şeylər ancaq Bakıda deyil də, Azərbaycanda deyil. Çünki mən Azərbaycanda da küçədə gəzmişəm. Avropanın bir çox ölkəsində də gəzmişəm. Bakı həqiqətən təmiz şəhər sayılır. Mənim fikrimcə. Çünki buradakı qədər zibilləmirlər. Amma burada da normaldır, çünki dünyanın ən çox turist gələn yerlərindən biridir də. Burada belə kafelər var. Başqa nəsə maraqlı bir şey yoxdur elə də. Mən də elə boş-boş danışa kamera ilə gəzirəm. Mən sonra oradan minəcəm qatara, gedəcəm aeroporta. Qatara yox, metroya zaten. Nəsə tapıb minəcəm də axı. Amma internetim də yoxdur. İnternetimin də olmamağı böyük bir problemdir mənim üçün. Gedim gələm, mən McDonald's-da gözləyim. Yəni mən axır oturacağım yer, onu bilirəm ki, McDonald's-da oradan başqa mənim otura biləcəyim bir yer yoxdur. Belə. Yəni belə hamı turisti gəlib əlində çamadanları ilə şəhərə gəlir. Ayda Bakıya qayıdacam ya. Bakı ürəkdir. Nəsə, mən çox danışdım nəsə. Gedim mən biraz mağazin azada girim, oradan çəkərəm. Çünki haqqı maraqlı bir şey qalmadı. Heç kim maşınları, amma heç kim hamı ilə bərabər keçirik. Nədir? İşıq da qırmızı. Hətta mən deyərdim ki, Azərbaycanda daha çox gözləyirlər işığı, nəinki İtaliyada. Yəni fikirləşdiyimiz kimi, çox insan fikirləşdiyi kimi, super mədəniyyətdir. Yəni bunlar odur da, o deyil. Yəni o qədər də şey deyirlər də, bizim gözümüzdə böyütdüyümüz kimi bir insanlar deyirlər, Avropalılar, onlar da insandır. Qaydalar burada da çiğnənir. Hər yerdə olduğu kimi. Yəni mən Çində idim. Çində olanda daha mədəniyyətli idi insanlar, nəinki İtaliyada. Almaniyada da mədəniyyətlidir. Amma İtaliyada yox. İtaliya yox, mənlidir. Mən buradan Bakıya qayıdıram, İtaliya kitabını bağlayıram, bir də çətin gələrəm. Milanoya gedərəm. Milanoya gələrəm. Milano superdir. Yəni Milano mənim indiyə kimi gördüyüm ən gözəl şəhərlərdən biridir.
Bir də deyərdim ki, Stockholm, İsveç. Super. Yəni 10-da 10'dur ora. Ora mənim heç bir sözüm yoxdur, ola da bilməz. Amma İtaliyanın da maraqlı yanı odur ki, fərqlidir. Yəni daha fərqlidir şeylər görmək istəyirsinizsə. Çünki mən Almaniyada yaşadım. Stockholma gedəndə Almaniyadan daha çox belə böyük fərqli şeylər yox idi. Amma İtaliyada hər şey fərqlidir. Mədəniyyətləri, yəni daha belə evdə kimi və daha güvənsiz bir yerdə, necə deyim. Yəni hər an telefonumu bu saniyə əlimdən alıb qaça bilərlər. Nə bilim də belədir də. Yəni mən fikirləşirəm ki, yəqin ki İspaniyada belə olar. İspaniyada olmamışam, amma mütləq getməliyəm İspaniyaya. Mən də belə çox danışdım, yoruluram belə danışanda. Hə. Gəl gedək indi mağazinə baxaq. Amma burada relay var, bura girmişdim. Hə, heç nə. Gedək mağazinə. Gedim mağazinə. Burada. Nədir, yox. Pepsi götürəcəm 80 sentə. Gördüyünüz kimi başqa. Kruasan zad axtarıram, götürüm. Heç olmasa orada hamısı zəncidir. Belə ucuz mağazindir deyə. Burada hamısı zəncilərdir. Yəni İtaliyadakı zəncilərdə heç düzün deyim, xoşuma gəlmirlər. Belə özlərini aparmağa vəhşidirlər, hozudurlar əsl. Buradan belə nudullar var. Almaq olur 1.80 olur. Nə bilim, belə gec şeylər var. Çünki zənci mağazinləri. Adı nədir? Deməli, mənə lazımdır buradan kruasan. Çünki mən bugün fikirləşirəm ki, bu videonun şərəfinə ömrüm kruasandan keçəcək. Oh, kruasan yoxdur maşallah. Malaka? Ayda özdə Rus malakası. Birinci dəfə də Avropada belə bir şey görürəm. Cındır sumkama toxundu. Ümid edirəm ki, oradan heç nə oğurlamayıb, pasportumuza götürərsəmsə, heç güvənmirəm də. Erkisi deyiləm, yaxşısı da var, amma bunların vidinə fasonuna çox belə güvənən deyiləm. Burada mənim istədiklərim var, amma tam belə istədiyim yoxdur da, kruasan ana qıyış. Normal bir kruasan istəyirəm. Yoxdur. Bir dənə bu Pepsi ilə çıxacam deyəsən bu mağazindən. O tərəfə də baxaq, görək nə var orada. Burada belə iymiş ətlər var. Saçkalar, zatlar. Allah bilə vaxtı nə qədər keçir. Buradan da belə birisi çıxdı. Of. Baxın, mən burada kruasan tapam deyiləm. Elə bundan alıb gedəcəm. Axırda. Gərək yaxşı kruasan yoxdur. Kruasanı yaddan çıxartdıq. Gərək nə var? Amma aşağılara baxmadım, nə zarafat. Aşağılara da baxın. Aşağıda da yoxdur. Heç aşağıda da yoxdur. Allahım. Bu nədir belə? Sən qana. Heç. Belə qəşəng görsən belə. İştahımı lap da öldürür. Axırda elə bundan alıb yiyəcəm, ona da. Burada pox var belə. Bu nədir? Yəni bir insan bunu yeməz də məncə. O pox oxşuyur. Bura cındırxanadır ki. Ay yox, bir dənə Pepsi alacağım. Uzanaram. Bura mənlik deyil. Amma aç qalacaq. Cheetoslar zatlar var. Kruasanım da olmalıydı, qalmayıb, hamısını yedim. Saftarıqda biraz kruasan zad almışdım, alanın damısını yemişəm, maşallah mənə. Hələ amma acıdığım yoxdur. Hələ elə də acıdığım yoxdur. Mağazinlə rədd olub gedim bir dənə. Əlimdə də, yəni bunu mütləq alıram, çünki girmişəm, edə biləcəklər, nəsə oğurlayacağım. Səncə, bir daha onlarla həlləşmək istəmirəm. Bunu alım, çıxaq. Deməli, gəldim baxır ki, Pepsimi aldım, oturmuşam McDonald'sda, istidir yenə, kondisioner yoxdur. Amma çöldə biraz daha sərindir. Oturmuşam burada, Pepsimi içirəm, başqa heç nə eləyəmirəm. Gözləyirəm ki, avtobusun gəlsin, çıxsın, mən də çıxım gedim Romaya. Çünki Roma buradan daha yaxşıdır, heç olmasa. Daha sakitçilikdir. Yəni, daha sakitçilik deyil, amma belə daha mədəni insanlar var. Daha normal insanlar, zənci zat çox yoxdur orada. Heç nə. Belə
gedirəm indi Romaya. Baxaq görək orada neydi. İnşallah oraya yaxşı olar yoxsa. Romada olmuşam, çox olmuşam. Prosto vaxtda gündən günə dəyişir. Amma saçım başım da dağılır. Tərçinliyəm, biabırçılıq vəziyyətdə. Bir dənə istəyirəm Flixbus-a minim. Orada telefonumu zaryadkaya qoya bilim. Həmişə tok olur, prosto. Bu giriş olur İtaliyada, amma bu çox genişdir də bunun çərçivəsi. Bu içinə girmir. Problem olur. Onu həll etmək lazımdır. Ya getməmişdən indi hardasa zaryadkaya qoymalıyam tapıb. Ya da bilmirəm nə edəcəm, qalacam elə zaryadkası. Çünki uje oldu 28% zaryadkam. Mənim 100% bilirəm ki, maksimum 1 saat vaxtım qalıb da. Maksimum. Zaryadkam azdır, çox yıxıldım mən. Hə, çox video çəkə bilməyəcəm. Biraz sürətli danışmalıyam. Yəni inşallah avtobusda taxa bilərəm də. Deməli, adı nədir? Belə bir yerdəyəm. Burada avtobusumu gözləyirəm, Flixbus. Təxmini bir 10 dəqiqə gəlir. Elə tam 10 dəqiqə gələcək. Və mənim internetim yoxdur, heç nəyim yoxdur. Bu Flixbus-ı tapmaq məcburiyyətindəyəm. Bura həddindən artıq avtobus gəlir. Bilmirəm nə edəcəm. Zaryadkamda 10%'dir. Bir 15-20 dəqiqəlik bir zaryadkam qalıb. Zaryadka almalıyam. Nə bilim, elə bütün pulum deyəsən zaryadkaya gedəcək. Bilməm, bəlkə də onu bu xərclərdən saymaraq. Belə bir yerləşəyim. Yox, buranın yeri yoxdur zaryadkaya taxmağa. Mən nə edəcəm indi? Allah'ın da olsun. Və pis vəziyyətdir. Heç özüm də bilmirəm ki, nə edəcəm. Mən, ay bilin. Bir dəqiqə, indi Flixbus-a minəm, bir tərəfdən başlayacağım videonu. Burada görüm internetə qoşula bilirəm.